Salam dostlar, bu günləri tutulmuş bordan sayılır. Xəttə olan havadan söhbət etmək istəyirəm. Bax, biraz yaxınlaş. Bax, çoxları elə bilər ki, bu kanalizasiya xəttində tutulmadır. Xeyr, bax, burada fikirləşdir. Su şişib qalır. Bu xəttlər hava var. Bu hava qalmanı adətən uzaq xəttlərdə olur. Yəni, bu 18-20 metrədə yüzdə bir dəfə rast gəlmir. Təsəvvür üçün bir neçə ay ərzində bir dəfə rast gəlmir. Bax, sonra yaxınlaş. Şimdi pasajör xəttini baxıb çıxardan kimi, hava çəkər kimi suyun indi çəkib getməyə verir. O tərəf boşaldı, gördünüz də. Ev sahibləri arada soruşur, hava nətər burada qala bilər? Faktiki görürsünüz, biz onun ağzını qapayan kimi, hava çəkməyən kimi, xətti normal su çəkmir. Yığılıb qalır içərisində, siz elə fikirləşirsiniz ki, kanalizasiya xətti tutulur. Xeyr, kanalizasiya xətti hər zaman kanalizasiya xətti tutulmur. Müəyyən bir problemlər olur. Burada çıxan problemlər olur. Burada isə suyu normal çəkməməyinə səbəb havanın normal çəkməməsidir. Hava qalır xəttə, su çəkib gedə bilmir.